Müsahibə dəvəti aldığım ilk xarici şirkət Twitter idi, indiki X. Həm də özləri məni müsahibəyə dəvət etmişdilər. Bəs məni necə tapmışdılar? Hər il Amerikada qadınlar arasında böyük bir konfrans keçirilir. Grace Hopper Celebration. Uçuş bileti, otel xərcləri, yemək filan hər şey qarşılanır. Əgər təqaüdünü qazansanız. Mən də bu təqaüdü 2 dəfə qazandım. Böyük bir karyera sərgisi təşkil etmişdilər. Bütün Silikon vadisi oradaydı. Mən də əlimdə sivlərimlə gəzərkən niyəsə Twitter stendinin önündə dayandım. Stəndə baxıb dedim ki, sən kim köpək? O anda bir xanım sivimin birini çəkdi, baxdı, dedi ki, təcrübə proqramı istəyərsən bizdə, çox uyğunsan. Əlimə bir dəvətnamə verdi və dedi ki, axşam Twitter'ın partisi var, ora gələrsən danışarıq. Əlbəttə getdim. Diskoda qadını tapa bilmədim. Mən dedim ki, sən kim köpək? Azərbaycana qayıtdım. Bir gün sonra mənə e-mail yazdı və soruşdu, vaxt uyğunsan müsahibə üçün. Müsahibəni təşkil etdik. İlk müsahibəm möhtəşəm oldu. İkincisi super bərbad oldu. Amma nəyin kilidi açıldı bilirsiniz? Mən qlobal şirkətlərdə işləyə bilərəm. Bugünkü olduğum yerə çata bilməyim üçün, mən kanonda işləyə bilərəm deyə bilməyim üçün bu çox önəmli idi. Çünki bir şeyləri reallaşdırmaq üçün öncə inanmaq lazımdır. İnanmaq üçün isə əksərən sübut görmək lazımdır. Bu konfrans 2026-cı ildə yenə keçiriləcək. Konfrans və təqaüdlə bağlı suallarınız varsa, aşağı rəylərə yazın, cavablayın.